Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, İmam Hüseyin əleyhissalamın şəhid olduğu müqəddəs Kərbəla torpağında Allah Teala şifa qərar veribdir. Həzrət İmam Sadiq əleyhissalamdan olan hədisdə deyilir. Həqiqətən Allah təbarək və Teala İmam Hüseyin əleyhissalamı şəhadətinə görə belə bir əvəzlə mükafatlandırdı ki, imaməti onun nəslindən qərar verdi və şəfanı onun mübarək torpağında yerləşdirdi. Allahın dərgahında hər bir fədakarlığın, hər bir göz yaşının, hər bir qan damlasının əgər o həqiqətən də Allah yolunda tökülmüşdürsə, dəyəri, qiyməti və fəziləti vardır. Belə ki, bəzən bir fədakarlıq, bir şəhadət bəşəriyyətin gedişatını dəyişdirəcək qədər əzəmətli və yüksək olur. Elə bir şəhadət ki, bütün tarix onun ətrafında dövr edir. Buna isə bariz misal İmam Hüseyin əleyhissalamın Kərbəla çölündəki şəhadətidir. Allah Teala bu şəhadəti qarşılıqsız qoymadı. İmaməti İmam Hüseyin əleyhissalamın nəsli ilə davam etdirdi. Bəzən bir şəhidin susqun qanı min dilin danışığından uca səslənər. Hüseynin Kərbəlada tökülən qanı elə bir sükutun qoparıcı nidasıdır. İmamətin Hüseyin əleyhissalamın nəslində qərar tapması yalnız siyasi deyil, ilahi bir rəhbərliyin davamı və haqqın yerdə təcəssümü idi. Torpaq nə zaman şəhid qanı ilə yoğrularsa, sadəlikdən çıxar, müqəddəs olar. Kərbəla torpağı da belə bir torpaqdır. Bu mənada ki, sadə bir məkan olmayıb, mənəviyyatın, həm də şifanın ocağına çevrilmişdir. O torpaq göz yaşlarını udar, qəlblərə dirilik verər. Kərbəlanın torpağı qanla suvarılmış, səcdə ilə ucadılmış, göz yaşları ilə təqdis edilmiş müqəddəs bir torpaqdır. Bu hədisdən belə məlum olur ki, İmam Hüseyin əleyhissalamın şəhadəti məğlubiyyət deyildi. Əksinə, əbədi bir qələbənin təməl daşı idi. Belə olarsa, bizlərə isə düşən budur ki, bu yolun yolçularından olaq. Hüseynin nurundan, ruhundan, azadlıq carçısından bir damcı da olmuş olsa belə özümüzdə yaşadaq. İmam Hüseyin əleyhissalamın yolu təkcə matəm yolu deyil, həm də diriliş və izzət yoludur. Hüseyin əleyhissalam yalnız keçmişin şəhidi olaraq xatırlanmalı deyil, əksinə gələcəyin diriliyidir deyib xatırlanmalıdır. Sizi Hüseynin Allahına əmanət verirəm.